Vurma və bölmənin digər üsulları mövzusuna dair ev tapşırıqlarının izahı. Bölünəni iki uyğun ədədin cəmi və ya fərqi şəklində yazmaqla hesablayın. 78 böl 6. Uşaqlar, biz 78-in yerinə elə bir iki ədəd yazmalıyıq ki, onların hər ikisi 6-ya bölünə bilsin. Yaza bilərik 60 üstəgəl 18 böl 6. 60 ilə 18-in cəmi 78 eləyir və bunların hər biri ayrılıqda 6-ya bölünür. 60 böl 6 üstəgəl 18 böl 6. 60-ı 6-ya böləndə 10 üstəgəl 18-i 6-ya böləndə 3 bərabərdir 13. 96 böl 6. 96-nın yerinə biz 60 üstəgəl 36 yazsaq, hər ikisi 6-ya bölünər. 60 böl 6 üstəgəl 36 böl 6. 60-ı 6-ya böləndə 10 üstəgəl 36-nı 6-ya böləndə 6 bərabərdir 16. 918 böl 9. 918-in yerinə biz 900 üstəgəl 18 yazsaq və 9-a bölsək, toplananların hər biri ayrılıqda 9-a bölünər. 900 böl 9 üstəgəl 18 böl 9. 900-ü 9-a böləndə 100 üstəgəl 18-i 9-a böləndə 2 bərabərdir 102. 184 böl 4. Gəlin bunu çıxma ilə yazaq. 184-ün yerinə 200 çıx 16 yazaq. Böl 4. Həqiqətən də uşaqlar 200 də 4-ə bölünür, 16 da 4-ə bölünür. 200 böl 4 çıx 16 böl 4 bərabərdir. 200-ü 4-ə böləndə 50 çıx 16-nı 4-ə böləndə isə 4. Cavab da 46. Vuruqlardan birini iki ədədin cəmi və ya fərqi kimi göstərməklə hasili tapın. 81 vur 7. 81-in əvəzinə biz yaza bilərik 80 üstəgəl 1 vur 7. İndi isə hər birini ayrı-ayrılıqda 7-yə vuraq. 80 vur 7 üstəgəl 1 vur 7. 80-i 7-yə vuranda 560 üstəgəl 1-i 7-yə vuranda isə 7. Cavab 567. 49 vur 50. Uşaqlar, gəlin bunun yerinə 50 çıx 1 yazaq. 50-dən 1 çıxanda 49 eləyir. Vur 5. İndi 50 vur 5 çıx 1 vur 5. 50-ni 5-ə vuranda 250 çıx 1-i 5-ə vuranda isə 5 bərabərdir 245. 78 vur 4. 78-in yerinə 80 çıx 2 yazaq və onu da vuraq 4-ə. 80 vur 4 çıx 2 vur 4. 80-i 4-ə vuranda 320 çıx 2-ni 4-ə vuranda isə 8 bərabərdir 312. Və sonuncu misal 298 vur 3. 298-in yerinə 300 çıx 2 yaza bilərik. Vur 3 bərabərdir. 300 vur 3 çıx 2 vur 3. 300-ü 3-ə vuranda 900 çıx 2-ni vuranda 3-ə 6 bərabərdir 894. Hasili
və qisməti təxmin edin. Uşaqlar, təxmin edin, yəni dəqiq hesablamaq deyil. Yuvarlaqlaşdıraraq hesablayacağıq. 39 vur 4. Biz 39-u onluqlara qədər yuvarlaqlaşdırsaq, olacaq 40 vur 4. O da bərabərdir 160. 63-ü biz onluqlara qədər yuvarlaqlaşdırsaq, olacaq 60 vur 8. 60-ı 8-ə vuranda isə 480. 98 böl 5. 98-i onluğa qədər yuvarlaqlaşdırsaq 100 böl 5 bərabərdir 20. 143-ü də onluğa qədər yuvarlaqlaşdırsaq 140 böl 7 bərabərdir 20.